Sentyabrın 16-sında Şuşada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qaravul farağa! Qaravula! Ol! Diqqət sağa! Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə raport verdi. Əla Həzrət Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qarovul düzülüb. Qarovul rəisi Polkovnik Leytenant Quliyev. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan prezidentinə təqdim olundular. Dövlət başçıları rəsmi foto çəkdirdilər.